həll edin. Nə görürsünüz uşaqlar hamısında? 267 görürsünüz. Çıxartdınız Ortak 267. vuruğu çıkardırır. Bəli, olur 23 üstə gəl 46 üstə gəl 31. 100. Bəli, bu da olur nə? 26.700. Düzdür? Mən bir şey mən deyə bilərəm. Yox, mən özüm deyirəm tez-tez qutaraq. Birazdan dərsə uşaqlar qoşulur. Bir dərzi gündə 58 manat qazanırsa, neçə gün işləsə 1044 manat qazanar. 1044-ü bölürəm 58-ə. 18. Aha, neçə? 18. Bəli, 18. Vəssalam. Natiq anlayırsan oğlum bunlar deyir hamısın? 74. Deyir ki, bizə tənniyə həll edin. Necə həll eləmişsiniz? Birinci 2-ni vuruq 4x üstə gəl 3-ü açırıq, düzdürmü? Bəli. 6, 8 üstə gəl 2-ni vurdum 3-ə 6 üstə gəl 3-ü vurdum 4-ü. Neçə elədir? 12 2 vurdum 3-ə 2x bərabərdə 29, düzdür? Bəli. Deməli, biz indi x-ləri bir yığırıq, ədədləri bir yığırıq. Necə olacaq x-ləri bir, ədədləri bir? Bana x'ler birlikte 3x'tir. Neçə? 3x. 3x hardan gəlir bura? Bana 2x, 2x. Deməli, dedik ki, bu 8x, üstə gəl, 2-ni vurdum 3-ə, elədir 6, üstə gəl, 3-ü vurdum 4-ə, 12, üstə gəl, 3-ü vurdum 2-sə açdım, 3x bərabərdə 24-ə, 29-a daha doğrusu. 8x ilə 3x'i topladım, bala oldu 11x. Üstə gəl, 6 ilə 12-ni topladım, 18 bərabərdə 29. X-ləri 1 yığıram, 11x bərabərdə 29-dan 18-ə çıxdım, 11. 11-i nəyə vursam, 11 eləyər 1-ə. X də 1-dir. Sərgəsizcə yazdım. Oldu. Vəssalam. Deməli, bizim təmin həllinin x-i tapın deyir. Tapdıq ki, x1-dir. X-i 1 kim tapıbsa o düzdür.